Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Biz hal-hazırda Xətai rayonunun Əhmədli qəsəbəsindəyik və mən bugün sizə əsl Azərbaycan məmuru növbəti analoq olmayan işi ilə tanış edəcəm. Məsələnin mahiyyəti nədir? Deməli, bu günlərdə Prezident İlham Əliyev gəlməlidir 5 saylı peşə liseyin açılışına. Gəlin görək bu saxta məmurlar bu təntənəli açılışa necə hazırlaşıblar. Deməli, gördükləri iş nədən ibarətdir? Təzə asfalt çəkirlər bura. Gördüyünüz kimi təzə asfalt, təzə yolkalar. Həmin liseyə gedən yolda görürsünüz, təzə hasarlar çəkdiriblər. Təzə hasarları deməli üzlük vurublar, ağüzlük, təzə yolkalar əkiblər. Sanki adam elə fikirləşir ki, hansısa bir Avropa ölkələrinin birindədir. Gəlin davam edək öz yolumuza. Gördüyünüz kimi zibillər üçün də xüsusi yer ayırıblar. Avropadakı kimi ağırlıqla gözəl. Biz həmin peşə liseyinə gedən yolu davam elətdik. Yenə də sizə göstərirəm. Görürsünüz, təzə qazon, təzə ot əkdiriblər. Gözəl divarlar ağardıblar, qardaş, ağardıblar. Allahdan diləyik ki, bütün şəhər bax belə olsun. Amin. Hörmətli izləyicilər, indi isə biz çatdırıq söhbətin ən maraqlı məqamına. Sonra o yola gedib, deməli, orada yerləşir dediyim o 5 nömrəli peşə liseyi. Hara ki, prezident gələcək və normalda prezident gəlib, bu yolla gəlib, ora gedəcək. Peşə liseyi qalır bizim arxamızda, hara ki, prezident gələcək və biz də öz nömrəmizdə yolumuza davam elətdirik. Analog olmayan inkişafın əsl üzünü sizə göstərəcəm. Bizim bu analog olmayan inkişafımız bax burada bitir. Burada bitir, gördüyünüz kimi burada dayandırılır. Bütün bu inkişaf, hətta sizə deyim, burada ot da inkişaf eləmir. Yəni bilərəkdən ki, prezident ora gedəcək. Yəni bura gəlməyəcək, ona görə bu bitmir də, yəni. Lazım olan yerlər təzə asfalt, təzə ağaçlar, təzə otluq. Amma lazım olmayan yerlər artıq bura lazım deyil. Ancaq bizim məmurların ağlına gələ bilərdi. Burada asfalt bitir. Burada artıq həyat bitir. Yəni nə ki, analog olmayan inkişaf. İndi isə biz prezidentin yolu qaldı o tərəfdə. Prezidentin yolu qaldı o tərəfdə. Yəni ora kimi lazımdır. Yəni prezident görməyən tərəf gəlir bura. İndi isə buradan başlayırıq. Biz əsl, belə deyək də, bu ərazinin inkişafını görməyə. Bax, gördüyünüz kimi, bura bulan asfaltı. Bura hətta gözəl söz deyərdir. Bura zibil atanın ağzına dolsun, nəsə dolsun. Yəni, həqiqətən də biabırsılıqdır. Bax, bu da yollar, yəni bizim əsl icra başçılarının işi budur. Bax, beləcə hörmətli izləyicilər, bugün mən sizə göstərdim bu bizim acgöz məmurlar xalqa necə yalan deyirlər, büdcədə necə pulları fırladırlar və bütün günü televizorda baxırlar ki, bəs analog olmayan inkişafımız var. Bax, əsl analog inkişaf budur və bu da əsl saxtakarların üzüdür. Görüşənədir.